Allahım, bizi elminlə zənginləşdir, əxlaqımızı və xasiyyətimizi gözəlləşdir, bizə iman və təqva libası geyindir, səndən layiqincə həya etməyi və sənin izzət və şərəfinə yaraşan bir şəkildə ibadət etməyi bizə nəsib et. Allahım, şərqlə qərbi bir-birindən uzaqlaşdırdığın kimi, bizi də günahlardan, xətalardan və haramlardan uzaqlaşdır. Darda və sıxıntıda olanlara yardım et. Amin. Allahım, eyiblərimizin, xətalarımızın üstünü ört, hesab günündə bizi xəcil və rüsvay olmaqdan qoru. Hesab günü məni, ata-anamı və bütün möminləri bağışla. Allahım, bizi önümüzdən, arxamızdan, sağımızdan, solumuzdan və başımızın üstündən gələcək təhlükələrdən qoru. Nəfsimizin, şeytanın və pis insanların şərrindən bizi qoru. Amin.